tanınmış şairə Bənövşə Daşlılı İbadovanın İlk Sevgimiz nağıl idi əzizim və ünvansız səfərə çıxmağım gəlir kitablarından, şeir kitablarından təqdimatı böyük uğurla keçəcək. Bu uğurumuzun təminatı kimi Allahın da bizdən razı qalması naminə bu işıqlı salonu bizə bəxş edən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dediyimiz kimi bugün biz bir əlamətdar bir hadisə münasibəti ilə, yəni Bənövşə xanımın bu adı keçən kitablarının təqdimatı münasibəti ilə toplaşmışıq. Bir daha təkrar edirəm, ünvansız səfərə çıxmağım gəlir. Bir qədər öncə nəşr olunmuşdu, bu kitabın redaktoru mən idim. Buradakı bir çox şeirlər mənim özümün qarşısında yaranıb. Bir də ilk sevgimiz nağıl idi, əzizim kitablarının. Bənövşə xanım, sizin münasibətinizdən də görürəm ki, ədəb mühitdə onu tanıyan adamların çevrəsində çox sayılan, seçilən, hörmətə layiq bir xanımdır. Bizim hamımızın əzizimizdir, hamımızın böyük saygımız var. İxtisasca psixologdur, Laçında dünyaya gəlib. Şeirlərinin çox mühüm bir qismi də Laçın həsrətinə həsr olunubdur. Və Allahın bu gündən şükürlər olsun ki, o həsrət şeirlərinə artıq son qoyulur. Bundan sonra artıq Bənövşə Daşlılı İbadova, mən inanıram ki, hicran yox, misal şeirlər görürəm. Laçında olmuşsunuz Bənövşə xanım. Mən də Laçında heç olmamışdım. Amma mən də getdim Laçına, Mədəniyyət Nazirliyinin xətti ilə. 2 gündə orada qaldım. Bənövşə xanımın şeirlərini oxuyanda mən o Laçınla bağlı həsrətini, o Laçını görəndən sonra daha yaxşı başa düşdüm. Orada da gözəl təbii mənzərələri, onun aşağısından Həkəri çay axır. Orada biz 1-2 gün qaldıq, müxtəlif mədəniyyət xadimləri getmişdilər. İndi isə söhbət əlbəttə ki, yenə də Bənövşə Daşlılı İbadovadan gedir. Bənövşə xanımın şeirləri bizim milli şeir ənənələrimiz üstündə köklənibdir. Yəni, ənənəvi qoşma yazır, gəraylı yazır, heca şeirində yazır, sərbəst şeirlər də var. Əruz vəznində yazdığı, hətta qəzəlləri də var. Elə mən məhz bu nöqtə mənim üçün daha maraqlı olduğu üçün onun Əruzda yazdığı bir qəzəldən icazənizə bir beyti oxumaq istəyirəm. Çünki Bənövşə xanımın qəzəlləri də çox özünə məxsusdur, obrazları. Mənim üçün hətta biraz belə sözün yaxşı mənasında təəccüblü gəldi. Məsələn deyir, könlündə günəş gəzdirənə yox gecə gündüz, yaxma havayı, tərk eləmə, şəm mənə neylər? Bir mən qəlbimdə günəş gəzdirirəm, o şamı niyə yandırırsan, boş-boşuna nə yandırırsan? Ürəyində günəş yanan adamın şama ehtiyacı yoxdur. Burada güclü bir təzad yaradıb, müqayisə edibdir şamla günəşi və nəticədə bir obraz yaradıbdır. Və yaxud da həmin obrazı növbəti beytində də görürük. Nuhun tufanından keçənə sel əsər etməz. Çeşmim, yaşını töymə hədər, nəm mənə neylər? Bir mən Nuhun tufanından keçmişəm, ey gözlərim. Ağlamaqla məni nə ilə qorxudursan ki? Gözlərinə müraciətlə deyir. Burada da o göz yaşları Nuhun tufanı ilə müqayisə edilir. Necə ki, bayaqki beytdə günəşlə şam müqayisə edildiyi kimi. Yəni ki, tufanı görən artıq göz yaşından qorxmaz. Və yaxud da növbəti beytində Allah mənə yar olsa əgər, bəxtəvər olam. Şeytan qafalı saxtakar həmdən mənə neylər? Burada da yenə Allahla şeytan qarşılaşdırılır. Və deyir ki, Allah mənə yar olandan sonra şeytan qafalı adamlar mənə niyə bilərlər? Növbəti beytinə baxaq. Çox yanmışam atəşlərə pərvanə misali. Bunca alova qarşı cəhənnəm mənə neylər? Deyir, mən pərvanə kimi o qədər hicran oduna, həsrət oduna yanmışam ki, cəhənnəmin ateşi belə mənə təsir edə bilməz artıq. Burada da yenə cəhənnəmlə deməli, şam müqayisə edilir, amma bu dəfə o hicran əzabı cəhənnəm yanğısından daha üstün tutulur. Mən bir çiçəyəm, şaxta vurub köhlü köməşli. Neylər mənə, min yol axar, zəmzəm mənə neylər? Burada da Zəmzəm bulağının adı çəkilir. Deyir, mən elə yanmışam ki, artıq köhlü köməşli. Zəmzəm bulağı belə ölüyə
həyat nəfəsi verən Zəmzəm bulağının belə burada artıq təsir gücü yoxdur. Növbəti beyti daha gözəldir. Mən bu qəzəli ona görə oxuyuram ki, tam bir təəssürat yaradım. Ola bilər kimsə Bənövşə xanımın qəzəllərini oxumayıbdır. Sonra artıq konkret söhbətinə keçəcəm. Leyla gecələr, göz yaşımı car elədim mən. Məcnun sabahın göz yaşı, Şəbnəm mənə nə elə? Mənə elə gəlir ki, Leylanın gecə, Leyla sözü ərəb dilində gecə deməkdir də, qara deməkdir. Ona görə də onu gecəyə bənzədir. Məcnun isə artıq sabaha bənzədir. Və demək istəyir ki, mən bu qaranlıq gecələrdə göz yaş tökmüşəm. Bu Şəbnəmlə ehtiyacım yoxdur, yəni bu sabahlarda, sabah olur da Şəbnəmlərdə. Düşmə ürəyim öz məqamından, səni çünki dərdin zilinə kökləmişəm. Bən mənə nə elə? Burada da zillə bəmin arasındakı təzaddan istifadə edilibdir. Salsan sənə gəl daşdılını öz nəzərindən, ya Rəbb, təbibin etdiyi məlhəm mənə nə elər? Burada da Allahla həkim qarşılaşdırılır. Yəni Allah ən böyük həkimdir. Allah insanın dərdinə dərman eləməyəndən sonra 100 min təbib yığıla, həkim yığıla, buna nə edə bilər? Bir beytdə gördünüzmü siz? Mən bir boş beyt bir qəzəldə tapa bilmədim ki, orada əvvəldən axıra qədər qoyulan o təzadlar sistemi pozulsun. Əvvəldən necə başlayırsa sona qədər də qəzəldə o üslubi vəhdəti və düşüncə vəhdətini qoruyub saxlayıb və mən deyərdim ki, müasir qəzəlliyyatımıza öz gücü və imkanı çərçivəsində bir çiçək bağışlayır elədir ki, bir qəzəlliyyatımızı bir gül buketinə bənzətsə, gətirib ora bir bənövşə çiçəyi qoyubdur. O qızıl güllərin, qərənfillərin, yasəmənlərin arasına. Bənövşə xanımın şeirləri əlbəttə əsas etibarilə qoşmalardır, gəraylılardır. Əsas etibarilə Laçın teması, Laçın həsrəti, vətən həsrəti, məhəbbət mövzusu, bir qadın qəlbinin həyəcanları, sevgi mövzusu, satirik nüanslar da var Bənövşə xanımın şeirlərində. Satiriyada, məsələn, Qara Pişik adlı bir şeiri var. Orada bəzi sosial, mənəvi, əxlaqi naqilçilərə etirazını bildirir. Amma bütövlükdə götürən, optimistik ruh da var o şey, amma bütövlükdə götürəndə Bənövşə xanım üçün yumor, satira, yəni o qədər də səciyyəvi deyil, daha çox həzin, qəmli, kədərli notlar üstündə köklənmiş bir poeziyadır. Bu da təbiidir. Çünki onun həyatının və yaradıcılığının ən məhsuldar dövrü, əgər son 30 ili, 90-cı illərdən sonraki dövrü nəzərə alsaq, yəni bizim ümummilli kədər dövrümüz idi də. Biz torpağımızı itirmişdik, ailəsi dağılanlar var idi, pərən-pərən düşmüşdük, əzab çəkirdik. Elə hey beynimizin içində bir Qarabağ, Laçın, Şuşa həsrəti var idi. Biraz utanırdıq, biraz sıxılırdıq. Allaha şükürlər olsun. Deməli, şəhidlərimizin qanı bahasına olsa da, qazilərimizin canı bahasına olsa da, əskər və zabitlərimizin qəhrəmanlığı hesabına, Ali Baş Komandamızın uzaq görən ağlı və taktiki çevikliyi sayəsində, qardaş və dost ölkələrin dəstəyi sayəsində və Ulu Allahın mərhəməti və ədaləti sayəsində biz öz itirdiyimiz torpaqlarımıza qovuşduq. Biz öz itirdiyimiz adımıza qovuşduq. Biz artıq bugün məğlub xalq deyilik. Bugün Bənövşə xanım məğlub xalqın şairəsi deyil, müzəffər bir xalqın şairəsidir, qalib bir xalqın şairəsidir, məsud bir xalqın şairəsidir. Buna görə də mən öz adımdan və sizin hər birinizin adından bu məsud gündə Bənövşə xanımı bir daha təbrik edirəm. Və böyük məmnuniyyətlə sizin almışlarınızla söz desinlər. Ona görə də eyni ilə Bənövşə xanım kimi bu vətən torpaq həsrətindən çox yazan, bəlkə də Azərbaycanda şəhid temasında ən çox yazan bir şairəmizə, Gülamar xanım Murada mən söz vermək istəyirəm, böyük məmnuniyyətlə. Herkese salamlayıram. Ah, analar, analar. Göylərdə mələklərin qanadından boylanan analar. Gecə qaranlığında zülməti ışıqlandıran ayımdır analar. Gündüzlər günəş torpağı oyadır, təbiəti oyadır, insanları oyadan günəşdir analar. Bu günləri bizim o günəş kimi vaxt tapıb, imkan tapıb, ailədən, mətbəxdən imkan tapan analardan biri də Bənövşə xanımdır. O Bənövşə xanımı alqışlayıram, uğurlar deyirəm və bütün anaları alqışlayıram. Çünki Allahımızdan sonra
analar ikinci yaradıcıdır. Dünyaya uşaq gətirirlər. Onları böyüdür, tərbiyə edirlər. O qəhrəman analar bizim şəhid analarımızın əllərindən öpürəm. Çünki onların bu gün adını çəkməsək olmaz. Biz həqiqətən yazılmayan bir tarix yazdıq. Müzəffər Ali Başkomandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları başda olmaqla Azərbaycan xalqıma, millətimə, zəfər xalqıma öz minnətdarlığımı bildirirəm. Və belə qəhrəman analara deyirəm ki, qələm layla deyir yenə bu axşam. Ana laylasını unutmamışam. Anamın laylası düşür yadıma. Anadır. Balanın şanı şöhrəti. Çal çağır tutsa da bütün cahanı, ana laylasının əvəzi hanı? Anamın laylası düşür yadıma. Anam bəstəkardır mənim gözümdə. Mənim xəyalımda, mənim sözümdə. Layla söyləsən hərdən özümdə. Anamın laylası düşür yadıma. Ana laylasını xatırlayan, ana laylasını xatırlayan dəm Gülamayı çəkilir, həzin, qəm. Ana laylasının əvəzi hanı? Anamın laylası düşür yadıma. Əziz analar, hər birinizi Bənövşə xanımın timsalında təbrik, uğurlar arzulayıram. Bu gözəl gündə, bu ərəfədə. Və mən bu gözəl günləri bizlərə bəxş edən qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Şəhidlərimizin isə məkanı cənnət olsun. Bu gözəl günləri bizlərə bəxş edən, o torpaqda çiçəyə dönən, sinəmizdə ürəyə dönən, cənnətdə bəyə dönən şəhidlərimizin Allah rəhmət eləsin. Onların qanları yerdə qalmadı. Biz zəfər çaldıq, qalib gəldik. Mən deyirəm ki, o analardan biri də Bənövşə xanım şəhid anası olmasa da elə hamımız şəhidlər bizim evlatlarımızdır. Şəhid anasıyam qoy bilsin eller, amma göz yaşımı boğacağam mən. Vətənimdən doğduğum şəhid balamı, indi öz ırxımdan doğacağam mən. Mənimdir kül çayı göyəcən dağı, hər daşım, hər qayam aslan yatağı. Sinəmə dağ çəkmək istəyən yağı, görsün necə zirvə, necə dağam mən. Ax çəksəm axma dinər ulduzlar, göylərdən yerlərə enər ulduzlar, üç rəng bayrağıma dönər ulduzlar. Ana görkəmində bir bayrağam mən. Oğulsuz keçsə də neçə illərim, dəstdən ağarsa da qara tellərim. Deməz, xəzən vurmuş, deməz qədir bilən doğma ellərim. Xəzən vurmuş bir yarpağamla. Düşmənlər yurduma girməyəcəklər. Bağımdan gül çiçək dərməyəcəklər. Şəhidlər ölməyib, ölməyəcəklər. Nə qədər vətən var, hələ sağlıq bir. Nə qədər Bənövşə Bənövşə xanımın şeirlərindən birində deyilir ki, burada Laçınlılar çoxdur da, mən onu deyəndə biləcəklər. Sanki cənnət idi güllü qucağı, yandırdı evimi nanəcib yağı. Hər dağdan ucadır nədivan dağı. Yolum düşəcəkmi bir də o dağa, daha məhəbbətdən yazmıram qara. Kimsə Bənövşə xanıma deyir ki, mən bilmirəm, şeirin məzmunundan görürəm ki, niyə sevgi şeirləri yazmırsan? O da deyir ki, daha mən nə qədər Laçın düşmən əlində yazmayacağım. Amma burada bu Nədivən dağı, yəqin ki, Laçınlılar o dağdan tanıyırlar. Birazcık xəyyam bilir. Hə. İndi mən nə deyirəm, bunu oxuyanda mən niyə bunu oxudum bu bəndi? Səməd Vurğun necə ki deyir, göylərə baş çəkir Göyəzən dağı və yaxud da deyir, kiçicik bir sudur yer üzündə kür, baxsam bu dünyanın xəritəsinə, bəs niyə qəlbimdə ümman dönür, mən qulaq asdıqca kürün səsinə, kür balaca bir çaydır. Amma Azərbaycanlının gözündə o dünya aləmdir. Göyəzən dağı bir təpədir, amma Səməd Vurğun onu zirvələrə qaldırır. Həmin ənənədən Bənövşə xanım da burada istifadə edir, deyir, hər dağdan ucadır Nədivən dağı. Əslində hər dağdan uca deyil, amma poeziya, poetik rakursdan baxanda o doğmalığa görə onun gözündə ucadır. Yəni, bu bir psixoloji nüansdır.
Bu bir psixoloji nüansdır və Bənövşə xanım ixtisasca psixologdur. Mən deyim ki, uzun müddət İlker Müşfiq adına pilotlar məktəbində müəllimlik edir. Bir də mən bir bənd oxuyub sözü növbəti şəxsə vermək istəyirəm. Allah yerdə qoymaz naləni ahı, qaranlıq gecənin gələr sabahı. Gülən sonda gülər deyiblər axı. Qalib tək gedərik biz Qarabağa. Onda qələbədən yazacam qağa. Alqışlayaq. Oradan da bu sözlər artıq tarixi fakta çevrilir. Yəni, tarixi fakta çevrilir. Kaş bütün bizim yazdıklarımız, ağrılarımız, acılarımız bir gün tarixin faktına çevrilib, tarixin bu cür arxivinə qoyulsalardı. Kaş, yəni aktuallığını itiribdir bu, düzdür. Amma bu gözəl bir itkidir. Kaş bizim aktuallığımızı həmişə bu cür itirək, qazandığımız qələbələrlə itirək öz aktuallığımızı. Hacı Xəyyama söz vermək istəyirəm, Hacı Xəyyama. Bənövşə xanımın növbəti kitabının işğuzuna görməsində təbrik edirəm. Bənövşə xanım Lasının gözəl şairəsi, Şəlbət dərəsinin gözəl xanımcı, bütün şeirlərində Lasını Həsən qardaşlarını tərənnüm edib. Sizi daha təbrik edirəm. Böyük məmnuniyyətlə sözü tanınmış şair İlqar Türkoğlu'ya verirəm. Ona görə ki, Bənövşə xanımın yaradıcılığında ümumtürk ideyası çox güclüdür. Atatürk'ə bir şeiri var. Çanaqqala şəhidlərinə bir şeiri var. Çanaqqala şəhidlər haqqında illər deyir. Analar and içdi ki, oğul demərəm sənə. Saçların xınalayıb, qurban dedi vətənə. Dedi, qalib olmasan, ana söyləmə mənə. Get, Allah kömək olsa, görüşəcəyik yenə. Anaların anası çünki ana vətəndir. Torpaq şəhid qanından gəlsə cana vətəndir. Buyurun. Teşekkür ederim. Değerli dostları salamlayıram. Bu güzel, mübarek mekanda, mübarek tədbirdə. İlk önce ben Bənövşə xanımı təbrik edirəm bu güzel günün münasibətilə, bu kutsal günün münasibətilə. Bənövşə xanımı Əsəd müəllimin uzun illərdir tanıyıram, yaradıcılığına bələdəm. Türkiye səfərlərimiz olub, festivallarda beraber iştirak eləmişik. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde festivalda bir arada olmuşuq. Eləcə də Qırğızstanda, Qazaxstanda bir ay bundan önce. Bir ay olar mı Qazaxstandan geldiğimiz? Yani Bənövşə xanım özünün sadəliyi, özünün təbiiliyi bu dostların ədəbi caminin doğrudan da hörmətini qazandı. Bunun yaradıcılığı barədə təbii Əsəd Cahangir kitabın redaktörüdürsə daha çox danışacaq. Və bir daha Bənövşə xanım, sizi təbrik edirəm. Bu gününüz, bu mübarək gününüz həmişə belə günlərlə yaşayasınız. Qutlu olsun, var olun. Hörmətli Tariyer müəllimə söz verəcəm. Bənövşə xanım üçün gözəl bir gün, həm də bizim üçün gözəldir. Bənövşə xanım üçün niyə bu gün daha gözəldir? Çünki bir neçə gün bundan öncə, 2 gün, 3 gün bundan öncə, yəni Laçında baş vermiş o təntənə, o gözəllik, o böyük Türk güclərinin bir yerə yığılması və bir yerdə Laçını təqdir eləməsi, Laçının dünyaya qucaq açmasını göstərməsi bizim hər birimizin sevinci və o cümlədən Bənövşə xanım üçün də çox gözəldir. Və elə sözümün axırını indidən deyirəm ki, yəni mən hesab edirəm ki, Bənövşə xanım bundan sonra Laçının dağlarında, Laçının o gözəl meşəliklərində, Laçının o gözəlliklərində daha gözəl şeirlər yazacaq, gözəl qoşmalarını, elə qəzəllərini yəni təqdim edəcək. Onun indi təqdim edədiyimiz kitab adı çox gözəldir. Yəni həm çox romantik, həm də çox poetik bir adı var. İlk sevgimiz nağıl idi, əzizim. Baxın ha, gör sözə bax ha. İlk sevgimiz nağıl idi, əzizim. Burada çox böyük bir romantika var, bir gözəllik var, bir poetika var. Və Bənövşə xanımı mən 20 ildən artıq ki tanıyıram. Çünki 24 ildir bizim Qurbani məclisimiz
fəaliyyət göstərir və Bənövşə xanım bu Qurbani Məclisinin ən fəal üzvlərindən biridir. Biz ayda bir dəfə bu toplantıları yığırıq və bir 7-8 bizim almanağımız çapılmış, bunun hamısının Bənövşə xanımın şeirləri var. Amma Bənövşə Çələngində var mı sizin şeiriniz? Bənövşə Çələngi şeir kitab toplusu, yəni 2008-ci ildə, 2007-ci ildə mən onu tərtib eləmişdim və bütün Azərbaycanda olan Bənövşələrin hamısını yığmışdım oraya. 350 şairin Bənövşəsi. Baxın, hamısının adı Bənövşədir. Və Bənövşə xanımın da orada Bənövşə adında şeiri vardı. Bənövşə xanımın, mən yenə də deyirəm, yəni Qurbani Məclisində biz Bənövşə xanımın yaradıcılığına çox yaxından bələd olmuşuq. Onun şeirlərini dinləmişik, onun düzlü kitab, orada biz kitab təqdimatlarda keçirdik. Amma Bənövşə xanım, sizin kitabınızın təqdimatını eləmişik Qurbani Məclisində. Bir dəfə eləmişik. Yəni, bu mənada Bənövşə xanımın yaradıcılığı da, şəxsiyyəti də, insanlığı da və mənsubiyyəti də, Laçın əsaslı. Bizim hamımıza çox yaxşı bələddir. Və elə hesab edirəm ki, Bənövşə xanımın bugünkü təqdimatına, görüntüsünə, görməsinə yığışdığımız bu kitabı ayağı sayılı olacaq və Bənövşə xanım Laçında da gözəl şeirlər yazacaq. Onun qeyd olunduğu burada şəhidlərədir. O kitabın əvvəllərində çox Laçına yazır. Hələ olacaq, yaşlılar da olacaq. Və şəhid analarından söhbət düşdü. Bircə bəndini oxuyacaq. Qəfil durub evdən bayıra çıxar. Məktub gəlməsə də hey yola baxar. Ana və Paştol yolu xatırladır bizə. Qəfil durub evdən bayıra çıxar. Məktub gəlməsə də hey yola baxar. Bir gözəl şəkli də bağrına sıxar. Azərbaycanımın gözəl sonası. İgid şəhidlərin mələk anası. O igid şəhidlərimizin hər birinə ulu tanrımızdan rəhmət diləyirik və ruhları şad olsun. Allah bizim prezidentimizi qorusun. Allah bizim xalqımızı, dövlətimizi qorusun. Allah bizim yaradıcı insanlarımızın potensialını biraz da güclü eləsin. O cümlədən Bənövşə xanım, sizə uğurlar. Bənövşə xanımın adı Bənövşədir, bilmirəm ona görə, yoxsa Bənövşə çiçəyini çox sevir. Bənövşəyə dair çox şeirləri var və bu şeirlərdə Bənövşə obrazı simvollaşır. Adi bir çiçək olmaqdan çıxaraq bir ağrılı, acılı insan taleyinin, insan həyatının rəmzinə çevrilir. Məsələn, bir daşın arasında bir dəfə daş bir butikdə də Bənövşə bitdiyini görüb, çünki şeirin altında yazır, daşın arasında bitən Bənövşə yazır. Ona bir şeir yazır. Onu mən bir-iki bəndini oxumaq istəyirəm. Qəddar zəmanədən, zalim çağlardan, yesir dərələrdən, əsir dağlardan, didərgin düşübdür doğma bağlardan, yaxşı qoru saxlar daş Bənövşəni. Görürsünüzmü? Bu Bənövşənin bu daşın içində bitməsi ilə o qaçqın düşən rayonlardakı insanların taleyi, yəni gəlib başqa bir yerdə yaşamaq, sanki daşın içində sıxılmaq, boğulmaq, bir bənddə bütün bir xalqı, 1 milyonluq qaçqınların taleyi bu Bənövşənin görkəmində və taleyində ümləşirdi. Amma çox xoşdur ki, şeirin axırıncı bəndi nikbin notlar üstündə köylənir. Baxma boynun büküb ellər içində, sıxılıb daş barmaq əllər içində, çiçəklər içində, güllər içində, yaradan yaradıb baş Bənövşə. Mən məmnuniyyətlə ilk sözü qiraətçi xanıma verəcəkdim, amma qiraətçi xanım zalımızı nəsə müvəqqəti olaraq tərk edibdi. Ona görə də mən sözü verəcəm, Azərbaycan Bədii Tərcümə və Nəql Mərkəzinin əməkdaşı, tərcüməçi, filosof, şair Fikrət Kazımoğlu'na. O, Bənövşə xanımın söz verir ki, şeirlərinin bir hissəsini çevirəcək türk dilinə. Mən dedim, o da söz verirdi, amma hələlik Bənövşə xanıma bir şeir təsir edeyim, onu oxumaq istəyir. Çox sağ olun, Əsəd müəllim. Ən birinci təbrik edirəm sizi, Bənövşə xanım. Sizin timsalınızda bütün şairə qadınlarınızı. Çünki Quran-ı Kərimdə yeganə surədir ki, bizə həsr olunur. Başqa surə belə yoxdur ki, kimə həsr olunur. Əş-Şuara surəsi, 26-cı surə. Ona görə də təbrik edirəm bütün azad olunan rayonları
və bu yaxınlarda möhtəşəm tədbiri görəndə adam daha da fərəhləndi. Başında aeroport açılanda təbrik edirəm sizi və sizə bir şeir yazmışam, qoşma formasında. Nə qədər alınsa, özünüz qiymət verirsiniz. İntizar içində yaşanan illər geridə qalıbdı sayın Bənövşə. Qəlbində səslənib o doğma əllər, onlardır həyatın, barın Bənövşə. Bir də qayıtmazdı o ağır dövrə, qudurmuş dığalar etmişdir üsyan, son qoydu onlara Ali Başkomanda. Əbədi xoşbəxt oldu ovqatın Bənövşə. Çoxdur arzular, çoxdur yazılar, gözlərir yolunu meşələr, dağlar, sevinç anlarında hədsiz çoxalar, sünkar güllərdir, lakin Bənövşə. Gülşən müəllim öz şeirini təntənəli surətdə Bənövşə xanıma təqdim edəcək. Mən də Aşıqları Məclisinin qiraətçisi öz məlahətli səsi ilə indi məclisimizi bəzəməyə dəvət edirəm. Sona xanım Dərələyəzlidir. Dərələyəz demişkən yolumuz Dərələyəzədir, Zəngəzuradır. Ali Baş Komandanımızın rəhbərliyi ilə ancaq irəli və yenə də Mən də öz növbəmdə sizi təbrik edirəm Bənövşə xanım. Dün mənə bir kəlmə zənginiz belə yetərlidir. Ona görə də bugün buradayam. Sizə hörmətim böyükdür. Çox təəssüf edirəm ki, bu kitab indi mənim əlimə düşüb. Sizin verdiyiniz şeiri ancaq sizi səsləndirə bilirəm. Çox oxumamışam. Axşam səhər sən eyvandan baxırdın. Dan yeri tək təmiz idin, əzizim. Sevinc olub ürəyimə axırdın, günəş idin, ulduz idin, əzizim. Mənə yaman əziz idin, əzizim. Gözüm səni arayırdı hər zaman. Görəndə də sevinirdim mən yaman. Xoşbəxtliyə eləyirdim çox güman. İlk sevgimiz ağıl idi, əzizim. Bir əfsanə, nağıl idi, əzizim. Görməsəydim məni qərar tutmazdın. Gecələri sübhə kimi yatmazdın. Xəyalımı heç başından atmazdın. İlk sevgimiz fağır idi, əzizim. Bir əfsanə, nağıl idi, əzizim. Gəzdirirdim qəlbimdə hər bir adı. Düşünmürdüm nə qohumu, nə yadı. Qəlbimin sən idin ovçu səyyadı. İlk sevgimiz nağıl idi, əzizim. Şirin idi, noğul idi, əzizim. Məhəbbət də bir Allahdan ətaydı. Bilməzdik ki, bu sevgimiz xətaydı. Bənövşə də ilk bahara butaydı. İlk sevgimiz fağır idi, əzizim. Şirin idi, noğul idi, əzizim. İlğım idi, sağır idi, əzizim. Mənə yaman əziz idi, əzizim. Çox sağ olun. Ay Bənövşə xanım, siz haqqınızda desəmsiniz. Hə, buyurun, buyurun. Arif Əlimin bu qaçqınlıq vaxtında onu deyim ki, tanımayanlar bilir. Arif Əlim təzə cavanları Laçını unutmağa qoymuyor. Öz yazdığı jurnalla, Laçın Yurdu adıyla yazdığı jurnalla həm öz müəllimi olaraq, həm təhsisçisi, həm də baş redaktoru olaraq Laçını unutmağa qoymuyor. Elə
onu demək istəyirəm ki, yəni Arif müəllimin sayəsində cavanların çox Doğrudan gözəl bir təqdimatdır. Əsəd müəllimin təqdimatında bu daha gözəldir. Çox sağ olun. İki kitabın təqdimatına toplaşmışıq. Yəni Bənövşə xanımın İlk Sevgimiz, Nağıl-ı Əzdir və Ünvansız Səfərə Çıxmağım Gəlir kitablarının işığına toplaşmışıq. Kitabla yəqin ki, tanış oluruz və çıxış edənlər Əsəd müəllim vuruladı ki, Bənövşə xanımın şeirlərində vətən həsrəti, miskili, geniş əksini tapıbdır və son dövrlərdə isə yüksək ovqatda yazılan qələbənin bizi əks etdirən şeirləri var. Mən bu şeirlərlə də yaxından tanışam. Amma mən çıxışımı bir məqama yönəltmək istəyirəm. İllər öncə Bənövşə xanım ictimai televiziyada Səhər Sovqatı verilişinin qonağı idi. Verilişin aparıcısı da Nərgiz xanım idi. O vaxtları mən verilişə baxa-baxa təəssüratlarım şeirə çevrilmişdi və arzularım var idi. O iki çiçək arasında bir şeir yazmışdım. Səhər-səhər ekranda iki çiçək bitir, iki gül açır. Yeni şeir ovqatında, bir nəğmə sovqatında yenə gülümüz qaçır. Nərgiz ev sahibidir, qonağıdır Bənövşə. İki çiçək arasında görən kimdən də salır, görən kimdən də düşər. Bənövşə şeir oxuyur, Nərgiz şeir dinləyir. Ekranın qarşısında şair qəlbim inləyir. Ahı qəribdir Bənövşə, dağları əsir düşür, sığınmağa yolu yoxdur. Ölür Laçından ötər, qayıtmağa yol yoxdur. Vaxt ötər, dövran dəyişə, həsrətdən cığırları çatlayan, miskili ürəkləri oblayan o yerlərə bir də gönlümüz düşər. Bu dəfə qonaq Nərgiz ola, ev sahibi Bənövşə. Yəni o dövrün bir arzuları idi, o arzular reallaşdı. Bir günlər doğrudan da Bənövşə xanım ev sahibidir. Gün o gün olsun ki, biz bu kitabların təqdimatını Laçınımızda keçirək, o arzularımız reallaşdı və 2 gün əvvəl Müzəffər ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı və Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifi Laçında salamladı, Laçında görüş keçirildi və ən yüksəkliklərdə dünya mesajlar verdilər. Və burada mən hesab edirəm ki, bu qayıtışımızda söz alanlarının, şairlərin, o cümlədən Bənövşə xanımın da rolu var. Çünki illər bunu biz o həsrətlə, o niskillə ümidlərimizi diri saxladıq, inamımızı ölməyə qoymadıq, sözlə, vaxtını unutturmadıq. Mən bir daha sizi təbrik edirəm, arz edirəm ki, bu kitabların təqdimatını inşallah tezliklə Laçınımızda da qeyd edəcək. Bayaq mən bir qəzəlini oxudum başdan ayağa, orada biz onun Füzuli ənəlləri bağlılığını gördük, divan şeiri ilə, klassik qəzəl şeirimizlə. Məsələn, dağlara dair yazdığı şeirlərini oxuyanda Ələsgər yada düşür. Küləklər şeirini oxuyanda sanki bir müşfiq küləkləri əsir keçir. Həmişə mən sərhəd xətlərini görəndə deyirəm ki, dünyada ən bədbəxt varlıq insandır. Niyə? Külək o sərhəddən ötür keçir o tərəfə. Quşlar uçur keçir o tərəfə. Sular axır keçir o tərəfə. Otların toxumunu külək götürür, aparır o tərəfdədir ki. Amma bir insan və təbiətin ən ali məxluqu olan insan o sərhəd xətlərini keçə bilmir. Bənövşə xanımın şeirlərindən biri Külək adlanır. Mən onu burada tapsam indi oxumağa çalışacağam. Görün nə deyir elə burada. Bənövşə bir bəndini oxuyacağam. O həmin duyğunu çox gözəl veribdir ki, yaz yağışı, get yerimə ağla gəl, əsən külək, evimizi yoxla gəl. Yağı girər, qapımızı bağla gəl. Qurban olma, apar məni, ay külək. Bu həsrətdən qopar məni, ay külək. Nə yaxşı ki, Bənövşə xanım, bu həsrət sona çatılır. Sizi və sizin timsalınızda bütün əhli qələmi, bütün Laçınlıları, bütün Azərbaycan xanlığı bu 30 illik həsrətə son qoyulmasına görə mən də ürəkdən təbrik edirəm, özüm də təbrik edirəm. Və mən böyük məmnuniyyətlə sözü Şam İşıq Ədəbi Məclisinin və jurnalının rəhbəri bizim
hamımızın əzizimiz, sayğıdəyər Gilə xanıma verir. Çox sağ olun. Əziz dostlar, hər birinizi xoş gördük. Necəsiz? Yaxşı olurlarınızı Allahdan arzu edirəm. Gözəl Bənövşə xanımın təqdimatında, kitab təqdimatında olmaq mənim üçün böyük şərəfdir. Gözəl ziyalımızdır və hər bir ziyalılar burada Allahın qüdrətindən yaranmışlardır. Mən də Şamşır Ədəbi Məclisinin rəhbəri olaraq və eyni adlı antologiyamı çıxartmışam. Şamşır artıq 10-cu cildə hazırlaşıram. Və istəyirəm bu antologiyamdan ana şeirini oxuyum sizlər üçün. Təşəkkür edirəm. Nəçidir? Əziz anam, dəryayam, xəyalım coşub çarlayır. Boynumda xoşbəxtəm əziz anamın, çıxmaz ürəyindən, çıxmaz qəlbindən şirin sözü, məhəbbəti anamın. Güc qüvvəti, nuru safdır mələkdən, söz söhbəti keçiribdir ələkdən. Müqəddəsdir, yediyim duz çörəkdən, var hörməti, səxavəti anamın. Çox gözəldir, gülər üzlü, mehriban. Həyalı, ismətli, danışmaz yalan. Çox doğru söyləyər, Hafiz-i Quran. Dilində ayədir, tilavəti anamın. Bakıda var, İrəvan gözəlləri. Can deyəndə, can eşidir sözləri. Haqq danışar, haqdan bilər bizləri. Tövbəsi var, nəsihəti anamın. Aşıq olub nar çiçəyi gülünə, vurğun olub doğma ana dilinə, mərd oğluna, mərd qızına, elinə, yox kimsəyə ədaləti anamın. Şeirimi bitirdim, daha nə yazım? Sacda itib stipendi, lavaş, nə yazım? Motal soru, qaymağı var, nə yazım? Heç bitməsin bərəkəti anamın. Cənnətdəydik, cənnətindən gətirdi, özü verdi, Allah özü götürdü. Heyf gilə dərya, sözüm bitirdi. Tükənməzdir rəvayəti anamın, tükənməzdir rəvayəti anamın. Çıxış etmək üçün söz Qurbani Ədəbi Məclisinin yaradıcılarından, banilərindən biri tanınmış qələm adamı Fərzalı müəllimə verilir. Bir Bənövşə xanımın illərdir tanıdığımdan əsasına deyərəm ki, Bənövşə xanımın adını qoyan yanılmamışdır. Çox düzgün ad qoymuşdur. O davranışında da, oturuşunda, duruşunda, məclisdə, gəlişində, hər hərəkətində Bənövşəni yada salıb andırır. Hətta şeir deməyində də cahil var. Bu bir gerçəkdir. Həqiqətən, doğru. Amma mən onun yaradıcılığından danışmayacağım. Çünki kifayət qədər gözəl faktlarla dediniz. Mən sadəcə bir şair ömrü yaşayan, köçkünlük ömrü yaşayan xanım üçün öz yazdığım şeiri deyəcəm. Yaxşı yazan şeirdən xoşum gəlir. Bənövşə yaxşı sözlər deyirdən xoşum gəlir. Elə söz deyəsən ki, kimisə olundura, elə söz deyəsən ki, bərədə olundura. Duyub yaşamaq çətin, şair ömrü yaz qarı, duyğular insanlığın həya, ismət qanları. Demirəm ki, dahiyəm, duyduğumu yazıram, duyğusuz ömürdənsə, ləyaqətli ölmə duya-duya hazıram. Daş yonan yaşayar yonduğu daşla. Ömür ölçülürmü tarixlə, yaşla. Anın məqamında bir damla yaşla könüldən qaynayıb gözə dolurlar. Şairlər əbədi yaşar olurlar. Bir insan ömrünün min çaları var. Nə çoxdur bu yolda yeniş yoxuşlar. Şairin həyatı sözündən başlar. Olumlu, ölümlü qoşadı yollar. Şairlər əbədi yaşar olurlar. Səxafətdən boldur, tamahdan kəsat. Mənəmlik hissini bir yolluq kəsat. Bir insan cisminə sığır kainat. Dostun pişvazına açılar qollar. Şairlər əbədi yaşar olurlar. Mən də şair olsam çox yaşayardım. Dünyanın yükünü təh daşıyardım.
mənalı sözümlə sərt daşı yardım, sözün nizamisi, füzulisi var. Şairlər əbədi yaşar olurlar. Aqil uca tutar əqli kamalı, kimdən kimə qaldı dünyanın malı. Bir gün deyəcəklər köçdü Bənövşə, bir gün deyəcəklər köçdü Fərzalı. Yaxşılar yaxşıca yadda qalırlar. Şairlər əbədi yaşar. Bravo. Mən böyük məmnuniyyətlə sözü bizim tanınmış şairimiz Elmira Aslanxanlı Turana verirəm. Elmira xanım mənim həm yol yoldaşım, bizim İlqar Türkoğlu çox etibarlı dostumuzdur, neçə illərdir bizi ata qayğısı ilə, qardaş qayğısı ilə o birliklərə aparır, tanıdır. Ona da çox təşəkkür edirəm. Ana sığalı ilə də, ata qayğısı ilə, qardaş qayğısı ilə. Ona görə mən başqa adamlarla vardı başçılar, amma İlqar müəllimin etibarına arxalanıb həmişə onun təşkil elədiyi Turan Birliyinə gedirəm, gəlirəm. Elmira xanım da bizim vəfalı yoldaşımızdan, otaq yoldaşım, sirdaşım. Hər birinizi xoş gördüm. Bənövşənin ətrafında olduğunuza görə iki qat xoş gördüm sizi. Çox sağ olun. Bənövşədir. Yazdan birinci xəbər verən güldür, çiçəkdir. Həmişə yazanda birinci qurbanı yazıbdı da Bənövşə şeiri. Kol dibində boynu əyri Bənövşə. Amma mən indi işğaldan azad olan rayonumuzun, yurdumuzun Bənövşəsinə boynu bükük demək istəmirəm. Elə tər Bənövşə. Allah sizi qorusun. Allah sizi var eləsin. Tarih müəllim bir qeyd elədi. 2 gün bundan əvvəl Laçında təyyarə qondu. Qardaş Erdoğan bizə gəldi. Əziz qardaşımız gəldi. Yad gəlmədi ki. Yadların bağlı çatdadı ki, Allah gör. Pakistanın nümayəndəsi, Türkün böyük rəisi Azərbaycanda Laçının dağlarına gəldi. Laçının dağlarında hər təyyarə qona bilməz. Amma qondu da, qonağımız gəldi. İndi mən burada cızmaqara bir şeir elədim. Nöqsanı olsa bağışdan mən. Elə indi ekspromtum yazdınız, bəda. Elə indicə. İndicə yazırdım. Gördüm çəkən də var, dedim deyəcək ki, bu bizə fikir vermir, nəysə nəyinlə məşğul. Bağışdan yəni. Ələnib saçına həsrətin külü yağdığı əvvəlcə, indi gülü yazılıbdır. Axı, yurdumuz alınıbdır. Gülü. Qismətin əzəldən olub mürgülü. Mənim tək olmuşdum boynu bükülü. Laçın həsrətini çəkən Bənövşə. Çəkdim Bənövşə. Dağların döşündə əriyibdir qar. Göylərin üzünü oxşuyur bahar. Qayıdış yurdumuzda bayrağımız var. Mənə qəmli-qəmli baxma Bənövşə. Didərgin qəlbimdə acı ağrımsan, göz yaşı axıdan qəmli bacımsan, doğma Cəbrailsan, doğma Laçınsan. Mənə qəmli-qəmli baxma Bənövşə. Elmira halına hər zaman yandı, bu gözəl tədbirin ağlımı aldı. Qayıdış torpaqları yadıma saldı. Sevinçlə tədbirə gəldim Bənövşə. Qayıdış torpaqları yadıma saldı. Sevinçlə tədbirə gəldim Bənövşə. Allah həmişə sevinci üstümüzdən kəm eləməsin, üzümüzdən kəm eləməsin, ailəmizdən kəm eləməsin. Allah dövlətimizi qorusun. Prezidentimizə üstümüzdən kəm eləməsin. Allah ona yüzül ömür versin. Şəhidlərimizi qəni-qəni rəhmət eləsin. Qazilərimizə şəfa versin. Öpürəm sizin hər birinizi. Birinizi bacı kimi, birinizi ana kimi, birinizi övladım kimi öpürəm sizi. Sağ olun. Bənövşə xanımın türkçülüyə dair şeirləri də var. Əyləşin bura. Mən onlardan bayaq Çanaqqala döyüşü ilə bağlı bir oxudum. Madam Erdoğandan danışdınız. Biraz qeyri-təvazökarlıq da olsa İlqar müəllim.
Erdoğan birinci dəfə Füzuli hava limanına gələndə mən bir şeir yazmışdım, Xoş gəldin adlı. Bunu oxumaq istəyirəm, Məlisin Abubasına da uyğundur məncə. Bənövşə xanım, olar mı? Çox sağ olun. İndi də yazanda da dolma yazmışsınız. Laçın hava limanına gəlib. Mən arzu edirəm Azərbaycanın bütün o 30 il işğal altında olan rayonların hər birində bir hava limanı olsun. Bu hava limanına dostlarımız uça-uça gəlsinlər. Sevinci, vüsalı quca-quca gəlsinlər. Amma birinci gəliş Füzuli hava limanına idi. Bəlkə bu da təsadüf deyildi. Çünki Füzulinin adını daşıyır. Biz deyirik Füzuli bizimdir. Türklər də deyir bizimdir Türklərlə. O bizim bir ortaq görüş yerimizdir. Füzuli anlayışı, Füzuli imzası ümumiyyətlə. Qədəm basıb dost elindən, dədəm, xoş gəldin, xoş gəldin. Nə gözəldir səndəki bu qədəm, xoş gəldin, xoş gəldin. Sayınlardan sayın hocam, boyun, əlin öpəm, boyun qucam. Gəlişinə bilsən necə şadam, xoş gəldin, xoş gəldin. Alpərənlərin başısan, akınçılar yoldaşısan, ilhamımın qardaşısan madəm, xoş gəldin, xoş gəldin. İlk gündən ana beşiyim, zor gündə sənsən keşiyim, gəl, sevinsin ev eşiyim, odam, xoş gəldin, xoş gəldin. Yürü, Turan ellim, yürü, nur olub dünyanı bürü, damarımda qanın nuri didəm, xoş gəldin, xoş gəldin. Zülmətlərdə şimşəksən ya, haqq uğruna gərəksən ya, göydən enən mələksən ya adam, xoş gəldin, xoş gəldin. Əski çağdan gələn səsim, Tanrı dağdan gələn səsim, Qarabağdan gələn səsim, sədam, xoş gəldin, xoş gəldin. Ey qutsal ruh, sən kimsən, kim? Andı əzəl, sözə hakim, Məhəmməd, İsa, İbrahim, Adəm, xoş gəldin, xoş gəldin. Gəldin, gül açdı üzümdə, güldü dağım da, düzüm də. Fikrimdə mənam, sözümdə nidam, xoş gəldin, xoş gəldin. Bir daha deyirəm, bu gözəl salonda bizim poeziyamızda zərifliyin, qadınlığın, xanımlığın, xatınlığın, Qarabağın, Şuşanın, kibarlığın, aristokratlığın, əsilzadəliyin simvolu olan böyük Natəvanın adını daşıyan bu gözəl zalımızda, gözəl şairə bacımızın bu gözəl tədbirinə hamımız bir daha xoş gəlmişik. Mən böyük məmnuniyyətlə indi sözü Şuşa haqqında, Şuşanın alınması haqqında ilk romanın müəllifi, 1-ci Qarabağ müharibəsinin könüllüsü, 2-ci Qarabağ müharibəsi haqqında ilk romanın müəllifi, ondan sonra qardaşı 1-ci Qarabağ müharibəsinin zabiti olmuş, qardaşı oğlu 2-ci Qarabağ müharibəsində şəhid olmuş, mənim əziz tələbə yoldaşım, bizim tanınmış, belə demək olarsa əgər hərbi nasirimiz Etibar Muradxanlıya verir. Bənövşə xanımın tədbirində iştirak etmək mənə çox böyük xoşdur, çox şərəf duydum Bənövşə xanımın tədbirində iştirak etmək gəlməkdən. Yəni Bənövşə xanımın birinci dəfə tədbirlərdə iştirak eləmişəm, səfərlərdə olmuşam. Bənövşə xanımın xalqımızın kökümüzə, adətimizə, önümüzə nə qədər möhkəm bağlı olduğu bir xanım kimi tanıyıram və onun şəxsində Azərbaycan xanımının əsl nümunəsi görürəm. Mən çox danışmaq istərəm Bənövşə xanımın, çünki çox danışdılar. Kiçik bir şeirini danışdı deyəcəmsə, əminəm ki, bu şeir hər birinizin ürəyində olacaq. Anamı istəyirəm. Anamı istəyirəm, gəlib qapımdan girəm. Narahatsən deyərək baxıb üzünə güləm. Öz müdrik sözləri ilə mənə təsəlli verəm. Ağlasam, göz yaşıma həstə silə-silə. Yenə danlaya məni, deyə ki, səbirsizəm. Deyə nə çəkirsən hər söz üstündə qəm. Bəlkə hey bundadır, yoxsa bu sondur bəyəm. Sil gözünün yaşını, gəlmişəm bunu deyəm. Onun doğru dediyin axı biləydim hardan. Uzaq görən doğulmur bu dünyada hər insan. Baxam arana, qağa gözümdən leysan yağa. Möhkəmdə qucaqlayıb məni möhkəmdə sıxam. Anam kaş ki yenə də əziz qonağım olan. Evimi nurlandıran sonsuz çırağım olan. Bənövşə xanım, çox sağ olun, təbrik edirəm. Etibar müəllim, çox sağ olun. Mən böyük məmnuniyyətlə indi sözü verəcəm. Bizim çox hörmətli, çox kibar, nəsilzadə bir xanım, ziyalı bir xanım, məclislərimizin yaraşığı, hamımızın böyük saydı duyduğumuz Şahilə xanımın sözü. Şahilə xanım, o
qədər təvazökardır. İnanmır ki, buna aid ola bilər bu gözəl sözlər. Zahirə xanım, siz bundan qat-qat artırma layiqsiniz. Heyecanlandım doğrudan. Düz tutdunuz. Hər şeydən öncə tədbirə dəvət üçün təşəkkür edirəm. Bu gözəl gününüzə görə təşəkkür edirəm. Bizim hamımızın Qarabağ dərdimiz vardı, Qarabağ yaramız var idi və hamımızın içində bir Qarabağa xüsusi sevgimiz var idi. Xatırlayıram, şəhidlərimizə aid sonuncu kitabında ömründə Laçını bircə dəfə görməyən bir Fərid haqqında, yəni qəhrəmanlardan biri Fərid idi. Bu uşaq ömründə Laçını görməmişdi. 23 yaşında şəhid oldu. Və bunun qəhrəmanlığından eşitdikcə, bu adam təsəvvür edin ki, nəfəs alırdı Laçınla. Və mən onun keçdiyi döyüş yolunu öyrəndikcə, dostlarından, qohumlarından, valideynlərindən artıq mənim üçün o Fərid İlyasov yox, Laçın Fərid oldu və Laçına sevgim biraz da başqa gözlə baxdım. Kitabda da elə yazdım. Laçın Fərid İlyasov. İndi Bənövşə xanım. Bənövşə xanım biz bir ay bundan öncə Qazaxıstanda idik. Məni o qədər kövrətdi ki, bir şeir oxudu. Laçınla bağlı. Oradaca əzbərlədim və Laçına bir başqa gözlə artıq baxmağa başladım. Sevgi gözü ilə. Yəni, biraz da siz sevdirdiniz. Və mənim üçün artıq Bənövşə xanım deyəndə, o Bənövşə sözünün yanında bir Laçın sözü əlavə edirəm. Bənövşə Laçın. Qəribə bir şeir idi. Bəlkə də səhv deyəcəm. Çox cavan vaxtında itirdim səni. İtən gəncliyimi tapmağa gəldim. Nələri itirdim, nələri tapdım. İtən cavanlığımı tapmağa gəldim. Bilmirəm, gəncliyimi çayda mı saldım? İtən gəncliyimi çayda mı saldım? İllərdə, qaçdığım o illərdə ayda mı saldım? Bəlkə də 18 mayda itirdim, saldım. İtən gəncliyimi tapmağa gəldim. Və gözəl dedi bayaqları Elmirə xanım, artıq biz Bənövşəni boynu bükük yox, Bənövşəni artıq tər görürük və ən böyük arzum odur ki, Bənövşə xanım, o itən illər ki var idi, o illərin 2 qat artığını yaşayıb gedib yaradıcılığınızı Laçında, o sevdiyiniz, o həsrətini çəkdiyiniz məkanda eləyəsiniz. Təşəkkür edirəm. Sözü Tanınmış Nasirə, bir neçə nəsil kitabının müəllifi, xüsusilə də Ağdəvə Düzdə qaldı povestinin müəllifi, gözəl Naxçıvanımızın istedadlı yetirməsi olan Həcər xanım Paşaviyə vermək istəyirəm. Hər birinizi salamlayıram, xoş görürük hər birinizi. Buradakıdan bilirəm ki, əksəriyyəti Laçınlıdır, Bənövşə xanımın yaxınlarıdır. Təbrik edirəm Bənövşə xanım. Arzu edirəm ki, belə gözəl günləriniz çox olsun sizin. Sonra gələndə kitabdan bu Bənövşə xanımın şeirlərini oxudum. Bənövşə xanım deyiləm ki, bütün kitabları var məndə. Məktəbdə onunla görüş keçirmişik. Bənövşə xanımla şagirdlərin onun yaradıcılığı ilə tanış olubdur. Biz Bənövşə xanımla yol yoldaşı olmuşuq. Bir neçə dəfə Dünya Türk Yazısı və Şair Birliyinin İlqar Türkoğlu başqanımız dəvəti ilə biz orada səfərlərdə olmuşuq. Və Bənövşə xanımın xarakteri ilə birbaşa orada, yəni yaxından tanış olmuşuq. Bir var şairin kitabı ilə tanış olasan, bir də var ki, mən həmişə deyirəm ki, söz adamlarının 2 ruhu olur. Bir sözün ruhu, bir də xarakterin ruhu. Maraqlıdır ki, Bənövşə xanımın xarakterinin ruhu ilə sözünün ruhu üst-üstə düşür. Xarakteri də o sözlərindəki kimi incə, gözəl, poetik, çox qayğıkeş, dosyana bir xanımdır. Bənövşə xanımın o həsrət dolu əsərlərində də oxuyanlar yəqin ki, bilərlər bunu. Ki, Laçın necə deyilmiş və Bənövşə xanım sizi təbrik edirəm bir daha və arzu edirəm ki, sizin o ilham pərdiniz həmişə qollu qanatda olsun, sizə ilham versin, qaydasız Laçına daha gözəl əsərlərinizi yazasınız. Sağ olun. Mən Bənövşə xanımın qeyri-adi bir şeiri var şeirlərin içində, onu sözlərinizdə oxumaq istəyirəm. Yəni, onun qəlbindəki o sevgi və mərhəməti göstərir. Bəziləri deyir ki, dünyanı
gözəllik xilas edəcək, bəziləri deyir, din xilas edəcək, bəziləri deyir, məhəbbət xilas edəcək. Amma mənə elə gəlir ki, dünyanı mərhəmət xilas edəcək. Yəni, bilirsizmi, əgər bir insan dilənirsə küçədə, bir də onun yanından keçirsə, ona Allahın adını çəkir, 20 qəpiyinə qıymırsa, onu mən insanlıqdan kənar hesab edirəm. Yəni, mərhəmət duyğusu çatışmır da insanlar. Hər şey mərhəmətdən başlayır. Görün nə deyir? Əlillərin dilindən deyir o şikəstlərin. Ey insanlar, sevin bizi. Əl tutmaq əldən qalır. Gözləyirik hər an sizi. Daim sizi yada salır. Bizi Allah yaradıbdır. Sizləri sınamaq üçün. Xeyirxahlıq etməyəni dərgahda qınamaq üçün. Baxmayın zahirimizə. Qəlbən güllərdən gözəlik. Xəyallarla yaşayarıq. Hər çətinliyə dözərik. Sizdən sevgi, məhəbbətdən başqa bir şey istəmirik. Gəlin bizləri də edin öz sevincinizə şərik. Mərhəmətli Allah sizi buna görə şad eləyər. Hər kəs ki, sınıq bir qəlbi, bir xoş sözlə yad eləyər. Böyük Hind yazısı Rabindranath Tagore Nobel mükafatı laureatı Bağban mənsur şeirlər toplusunda belə bir cümləsi var. O heç mənim uşaqlıqda oxumuşam, yadımdan çıxmır. Və hər dəfə mən küçədə dilənən adamları görəndə əlil olduğun içində, əlil olmayan da olur. O Rabindranath Tagore'un o cümləsi mənim başımdan keçir. Ey dilənçi, mən sənə minnətdaram. Savab qazanmaq üçün sən mənə şərait yaradırsan. Bənövşə xanım, siz şairlər insanları təkcə fiziki cəhətdən əlilləri yox, ümumən qəlbində, duyğusunda bir şikəstlik olanları belə deyək də, öz şeirlərinizlə əslində sağaldırsın. Yəni, mərhəmətdir, bu şeir yazmaq əslində mərhəmətdir, sevgidir, şəfqətdir, məhəbbətini paylaşdırmaqdır, duyğularını paylamaqdır, işirini paylamaqdır. Yəni, mən sizin bu gözəl, mərhəmətli, məhəbbətli, şəfqətli qəlbinizi alqışlayıram. Mən Xuraman xanıma, o alqışlayanlardan biri olan Xuraman xanımı görmürəm burada. Görəm, mən hər birinizi salamlayıram. Laçınlıların artıq üzü gülür. Laçında boynu bükük adam qalmayıb. Şairlər artıq qələbədən yazır. Mən bir şeir demək istəyirəm. Səngərin gülün dərmişik, sərhəd boyunca sərmişik. Belə gediş görməmişik. Bu gediş şah gedişidir. Döyüş sanki şahmat oldu, düşmən uduzdu, mat oldu, uğurumuz qat-qat oldu. Bu gediş şah gedişidir. Şəhid varsa... Biraz yolda var, biraz zəhmət olsun, biz də işləyək. Onda başdan deyim bir də. Elə başdan oxuyun, uzadaram deyil, qələbə şeiridir. Səngərin gülün dərmişik, sərhəd boyunca sərmişik. Belə gediş görməmişik. Bu gediş şah gedişidir. Döyüş sanki şahmat oldu, düşmən uduzdu, mat oldu, uğurumuz qat-qat oldu. Bu gediş şah gedişidir. Şəhid varsa torpaqda var, nakəm ruhlar dincilik tapar, döyüşə yollandı qatar. Bu gediş şah gedişidir. Qarabağ könlün açılsın, bizi ayrı salan yansın, yoluna işıq saçılsın. Bu gediş şah gedişidir. Dağların qadasını alın, durun məni yola salın, gedəcək abayaq yalın. Bu gediş şah gedişidir. Ağatlı oğlan yetişdi, tarixə düşən bir işdi. Tanrım, bu necə gedişdi? Bu gediş şah gedişidir. Bu gediş şah gedişidir. Bənövşə xanımı təbrik edirəm. Bənövşə xanım çox gözəl insandır, şairliyi bilirik, oxuyuruq şeirləri. Onunla məsələn dostluğumuz var, xarakteri çox gözəl ailə başçısıdır. Bənövşə xanım, yəni qənimət bir adamdır. Mən onu təbrik edirəm, can sağlığı arzu edirəm, Əsəd müəllimə də təşəkkür edirəm, kitabın redaktoru olub. Çox gözəl məclisdir, hər birinizə təşəkkür edirəm. Bənövşə xanım. Bizim bir sabit şairimiz var idi, haqq rəhmətlə qovuşur, Qalyonların ezmoları var. Onun bir-iki misrası deyirdi ki, Haraylıyır Şuşa, Laçın, nə rigidlər, alov saçın. İndi bizim Laçınlı şairimizin görüşünə Şuşalı Aytəkin xanım təşrif buyurub. Həm musiqiçidir, həm müəllimədir, həm uşaqlar üçün şeirlər müəllifidir. Mən Aytəkin xanıma
söz verirəm. Əsəd müəllim, siz çox hamını salamlayıram. Çox bədahətən elə bu siz danışan zaman balaca bir kiçik şeiri gəldi ağlıma. Və sonra deyirsiniz ki, yazmaq bəs necə olur? Özü də adı tək Şirin Bənövşə. Gəlmişik sizinlə bugün görüşə. Sözünüz gözəldir, qəlbiniz təmiz. Sevinclə gəlmişik bu görüşə biz. Bu kiçik bir sizə bədahətən indi yazdım bunu. İnanın ki, Allah haqqı için. Yolda mən xahiş eləsə biri-iki xahiş eləyirəm, mənə 4 kəlmə, misra bir şeiri ithaf elə, yaza bilmərəm. Amma görün siz necə insansınız ki, bədahətən birisi ki, o vəhdi gəlir yazırsan da. İndi mən bir dənə sözüm var, bir şeirdə bir dənə demişəm. Orada deyirəm ki, Allahın lütfüdür bəzi insanlar, Tanrıdan hədiyyə gələrlər onlar. Yaxşının qədrini ariflər anlar. Təəssüf ki, azdırlar arif adamlar. Mən sizə bunu demək istəyirəm ki, sizin bax, bugün görüşünüzə görün nə qədər insanlar gəlib. İnsanın o bütün yazarların, ədəbiyyatçılar, Əsəd müəllimin yanında, Tariyə müəllimin yanında bu sözləri deməyə bəlkə biraz yaxşı çıxmır. Bütün yazarların sözünün o gücü onun zəkasından keçir. Süzülür, gəlir, köçürülür kitablara, biz də oxuyuruq, onlardan maariflənirik. Ona görə də mən sizə bugün ağıl şeirini oxumaq istəyirəm. Para ilə alınmaz şöhrət, nə də şan. Şöhrəti ağlı ilə qazanar insan. Olmazsa ağlın, təmiz bir qəlbin, dadını bilməzsən heç vaxt şöhrətin. Ağıldır insanın şöhrəti şanı, ağılsız qoymasın Tanrı insanı. Ağıl, naxış ilə əlbir olanda insan xoşbaxt olar doğrudan ondan. İndi mən demək istəyirəm ki, bu şeirlə, Bənövşə xanım, siz xoşbaxt qadınsınız ki, sizdə həm ağıl var, həm də şans ki, sizin sözünüzün işığına məhz bu qədər gözəl insanlar, ziyalılar, dostlar yığışıb. Təbrik edirəm, uğurlarınız bol olsun. Pafosdan danışmaq istəmirəm, çünki bəlkə də ona hələ var çatma, amma kiçik bir ifadələrlə sizə demək istəyirəm ki, bütün bu yazarlar, şeirləri yazanlar, ziyalılar, hamısı bu şeirləri ərsəyə gətirmək üçün ruhları sakit olmalıdır. Onlar ruh adamlarından, ona görə də sizə can sağlığından əlavə sizə ruh sakitliyi, belə gözəlliklər arzulayıram. Gözəl Meyvə xanımızın belə bir təqdimatı olacaq. Mən böyük məmnuniyyətlə Aybəniz xanıma söz verirəm. Bənövşə xanım, mən sizə bayaqdan diqqətlə həm qulaq asıram, həm də sizin ümumi Azərbaycan xanımına xas olan bütün detallarınızı diqqətlə baxmışam. Sizin boynunuzda bizim milliliyimizi əks etdirən buta, sinənizdə gözəl bir çiçək. Fikirləşdim ki, Bənövşə xanıma ad elə belə qoyulmuşdu. Bu Bənövşə xanımın Bənövşə adı onun həyatına da yansıyıbdır. Ancaq təəssüflər olsun ki, güllər pis olurlar. Bənövşə xanım, mən sizə dünyanın ən gözəl neməti olan gözəl can sağlığı arzulayıram, xoşbəxtlik arzulayıram, yaradıcılıq arzulayıram. Bundan sonra o qədər yazıb yaradasınız ki, tükənməyə. Laçının da xoşbəxtliyi sizin simanıza yansıyıbdır. Üzünüz gülür, gözləriniz gülür. Sizi təbrik edirəm ürəkdən. Bir dənə mənim diqqətimi cəlb elədi burada. Kəlağayı hazırlayanlara aid sən bir dənə buta şeiri yazırsan. Diqqətimi cəlb elədi. Sonra da baxdım ki, sinəndə də buta var. İstədim ki, o şeiri burada oxuyam. Diqqətə bax. Gördünüz, paltarla bağlı. Diqqətə bax. Kəlağayı hazırlayan ustalara. Tək kəlağayıyla deyil, vurursunuz misə naxış. Özəl naxışları vuran sənətkarlara minaldır. Daşda da gül əkirsiniz, milli buta çəkirsiniz. Eşq toxumu səpirsiniz, bu zəkanıza minaldır. Hazırdır alətlər, pərgar. Siz həm rəssam, həm də zərgar. Başqalda çox var sənətkar. Basqalda çox var sənətkar. Zövqünüzə və minaldır. Heyran qalıb Bənövşədə, butalara bax Şüşədə. Bu güllər var
bu güllər var keçmişədə, güllərinizə min alqış. Bənövşə xanım, sizə min alqış. Məni də bağışlayın, biraz sizin kimi adamların qarşısında, Əsəd müəllim qarşısında əsasə danışmalıyam. Sağ olun. Sağ olun. İlk dəfədir burada çıxış edirsən, ümid edirəm bundan sonra daha gözəl, daha cəsarətli çıxışlar olsun və inanır olacaq. Burada demişkən, naxiş demişkən, Bənövşə xanım, sözü verək xalça ustalarımızın təbliğatçılarına, o da bir naxışdır, o da bir utadır. Xalçaçılıq Muzeyinin əməkdaşı Elnara xanım iştirak edir. Mən də çox təşəkkür edirəm. Sizlərin qarşısında çıxış eləmək də oradan çox çətindir. Mən də Bənövşə xanımı təbrik edirəm. Uğurları bol olsun. Həyatı hər zaman xalça kimi naxışlı olsun, rəhli olsun. Və təşəkkür edirəm hər birinizə. Minnətdaram. Əzizim Maralyana, sən də gəl Maralyana. Gedəsən bir açıq ki, dağlardan Maralyana. Kimin qoşmasıdır bu, böyle bayaqçısıdır. Cəbrayil olur. Yo, Aşıq Qərini, mən bunu təsadüfən demədi. Aşıq Qəri məclisin üzvü Gül xanım Şirvanlı iştirak edir. Reglamentə əməl edək, 2 dəqiqəni aşmamaq şərti ilə. Bənövşə xanımın özünə danışmağa yoxsa söz qalmayacaq. Vaxtımız çox azdır. Çox hörmətli bəylər və xanımlar, hamınızı xoş gördük. Belə gözəl gündə, belə gözəl xanımı tək qoymadığınıza görə hamınızı alqışlayıram, hamınıza təşəkkür edirəm. Mən Azərbaycan xanımı deyiləndə, o timsalda həmişə Bənövşə xanıma baxanda əsl Azərbaycan xanımını necə deyərlər, görürəm. İnşallah ondan da örnək görürəm. Təbrik edirəm Bənövşə xanım, neçə belə gözəl tədbirləriniz olsun. Bənövşə xanımın kitabından prezidentimizə yazılmış şeirdən bir bəni tutmaq istəyirəm. Allah sizi qorusun, ey ali başkomandan. Əkbər Şahın davamçısı, Atabəy Qızıl Arslan, Xətai sülaləsi, Babəksən, Koroğlusan, ot kökü istər bitər, Ulu Heydər oğlusan, atanın davamçısı, sizi yetirdi zaman, Allah sizi qorusun. Ey Ali Başkomandan, qələbə çalacaqdıq, dedin və verdin fərman. Həsrətli ürəklərin dərdinə etdin dərman. Hər evdə kəsildi adına bir neçə qurban. Zəfərdən canlanıb yenə gül açdı orman. Allah sizi qorusun. Ey Ali Başkomandan, söyləyin Bənövşə də əllərindən öpərək. Yeni yaşında çaldın bu qələbən mübarək. Xudam hey etsin sizə haqq işində çox kömək. Heç kimə güvənmirik, bircə sizədir inan. Allah sizi qorusun. Ey Ali Başkomandan. Sağ olun. Biz Qarabağımızı aldıq, Laçını, Kəlbəcəri, Şuşanı aldıq, amma yolumuz Zəngəzuradır. İnşallah. Ola bilərmi ki, bizim Zəngəzurumuzun yetirməsi olan Leyla xanım Abdullayevə biz söz vermiyor? Ola bilməz əlbəttə. Üstəlik mənim yerlimdir, mənim ulu babalarımdan da biri 19-cu əsrdə Sisiyandan Qariyə gəldi. Əziz tədbir iştirakçıları, hamınızı bu gözəl məclisi xoş gördük. Valla o qədər mənə bu şeirlər, bu məclis gözəl təsir bağışladı ki, mən də bir müəllimə olaraq, yəni bu şeiri yazmasam da, uşaqlığımda yazırdım, çox şeirlər yazırdım, amma biraz ailəmizin təpkisi ilə dəqiq elmlərə getdik. Nəysə, söz onda yox, amma Bənövşə Daşdılı xanımla eyni suyu, eyni torpağı, eyni qədəri bölüşdüyüm üçün mən də məcburam ki, bir-iki kəlmə söz deyim. Amma şeirləri mənə o qədər təsir edir ki, Bənövşə xanımın şeirlərindən bir dənəsini oxuyacağım. Dağlar şeirini. Bu dağlar həm Bənövşə xanımın dağlarıdır, həm bizim, həm Zəngəzurların, yəni bütün Azərbaycanın dağlarıdır. Həsrət nə ağırdır, çəkə bilmirəm. Üzümə bağlıdır yolu dağların. Daha öz yurdumu görə bilmirəm, uzanılı qalıb qolu dağların. Kəkotu, əvəllik, qırxboğum, şomu, özgədir ləzzəti. Başqadır tamı, min dərdə dəvadır, bir gülün qomu, sinəsi dərmanla dolu dağların. Beşbulaq yaylağı, bacılı düzü,
Qatar dağın yayı, qırxbuzun yazı, kişnəyir köhlənlər, mələşir quzu, gözəldir həm sağı, həm solu dağın. Zümrüd bulaqları qayadan süzər, kəkliyi, turacı, daşları bəzər, ceyranı, cüyürü sürüylə gəzər, maralı, əliyi, dolu dağların. Zirvəsində daşdan qala quraydın, keşiyində gecə-gündüz duraydın. Bitib bənövşə tək, boynun buraydın, olaydın bənövşə, quru dağların. Hamımızın bu gözəl məclisə yığışmamızın səbəbkarı Bənövşə xanım daşlıdır. Bənövşə xanım mən illərdir tanıyıram, çox gözəl yol yoldaşlığı var, çox gözəl xanım, çox gözəl insan, çox gözəl şairədir. Həm torpağından necə deyir, gəzdiyim, həm bulaqlarından su içdiyim, həm dağlarının qoynunda gəzdiyim Laçınımı hər kəs sevdiyi kimi mən də çox sevirəm. Düzdür, mən Zəngəzuru, Urut kəndindənəm. Yəni, Urut da çox məşhur kənddir. İnşallah hamımıza qismət olsun Laçına getmək. 2 dəfə getmişik, Bənövşə xanım, bir dəfə də deyəsən sizlə getdik. Yəni, bundan sonra Laçına köçənlər, Azərbaycanımızın, Qərbi Azərbaycanımızın dağılmış torpaqlarına səfərlərimiz uğurla başa çatsın. Allah Ali Baş Komandanımızı qorusun. Allah gözəl millətimizi qorusun. Bənövşə xanım, mən sizi təbrik edirəm. Bu gözəl kitabların kitab festivalında mən təqdim edədiniz. Oxudum, çox gözəl şeirləriniz var. Sizi çoxdan tanıyıram. Bilirəm ki, siz verilən qiymətlərin hamısına layiq xanımlardansınız. Allah sizi qorusun. Sizin şeir yazmanız yəqin ki, Laçında olmanızla bağlı. Laçını gördüm. Həqiqətən orada doğulanlar, orada yaşayanlar şeir yazmaya bilməzlər. Çox gözəl yerlərdir. Allah var eləsin. Kitablarınız sayı gün-gün artsın. Allah bizlərlə qismət eləsin. Sağ olun. Fatma xanım, tarix müəllimi yekunlaşdırır. Mən Aşpəri məclisinin üzvü Pərvanə xanım burada olmadığına görə, başqa yaşamadığını, başqa yerdə olduğuna görə burada o yox idi, ona görə gəlmədi. Mən də onun adından, bütün Aşpəri məclisi adından hamınızı təbrik edirəm. Bənövşə xanıma can sağlığı arzulayıram. Gün o gün olsun ki, bu tədbirləri biz Zəngəzurumuzda qeyd eləyək. Bir daha hamınızı təbrik edirəm. Ən gözəl təmiz çıxış. Mən Bənövşə xanımın qardaşı Hikmət müəllim iştirak edir. Bahadır müəllim iştirak edir. Ailə üzrə var. Çox sağ olun, daha söz verdiyinizə görə. Mən də Bənövşə xanımı təbrik edirəm, bacımdır. Sizə də öz minnətdarlığımı bildirirəm ki, bu məclisi belə təşkil eləmişsiniz. Bugün bu hamısı sizin zəhmətinizdir, sizə də çox sağ ol deyirəm. Burada iştirak edənlərin hamısına çox sağ ol deyirəm, xoş gəlmişsiniz. Hamınızın belə tədbirlərində iştirak eləməyi bizə də Allah qismət eləsin. Sizinlə böyük tədbirlərinizdə iştirak edək. Çox sağ olun, gələnlər var olsun. Mətanət o Şirvanlı. Salamlayıram. Bənövşə xanımı bugünkü tədbir münasibətlə alqışlayıram. Uğurlu olsun, inşallah oxucularımız bol olur. Həmişə yüksəklərdən Bənövşə xanım ürəyində sözləri çoxdur. Allah ona imkan versin ki, ürəyindəki sözlərin hamısını yaza bilsin. Mənə elə gəlir baxışlarında nə qədər oxunsa şeir, qəzəl var. Mənə elə gəlir başdan ayağa sizdə açılmamış sir var, əsər var. Təbrik edirəm, uzun ömür can var. Bir hara, ənənəvi janrda yazan bir Laçınlı xanım hara. Yox, elə mahiyyətcə insanın ölməzliyi. Çünki tibb elmi o qədər inkişaf edir, artıq insanın ölməzliyi gündəmə gəlib. İnsan əbədi yaşaya bilir. Bənövşə xanımın şeirlərindən birində insanın bu əbədi yaşama arzusunu belə ifadə edir. Bütün məxluqatın təhcə gümanı Allahu Səmədsə, sənə tayhanı, Bənövşə diliyir səndən amanı, dərgahına götür gəlsə zamanı. Nə olar qocalma Allah insanı. Alqışlayaq gəlir Bənövşə xanım. Bənövşə xanım, mən bilmirəm, bax sizin neçə yaşınız var, bax tam səmimi deyirəm. Mən sizə 30 yaşdan, 40 yaşdan artıq vermirəm. Hələ qocalıqdan danışmaq, gileylənmək, bu gözəllikdə, bu görkəmdə olan bir xanım üçün çox tezdir. Siz axı niyə özünüzə qoca deyirsiniz?
Yəni sizdən biz nikbin şeirlər gözləyirik. Bir dənə dərdiniz Laçın idi, Qarabağ idi, onu almışım. Və nə istəyirsiniz? Mən böyük məmnuniyyətlə sözü Bənövşə xanıma verirəm. Burada zəhmət çəkib, qədəm qoyub, bu qiymətli vaxtını sərf edib, bura gələnlərin hamısına ayrı-ayrı təşəkkürümü bildirirəm. Mənim orada Nazım müəllim var, çox şeir sevən bir adamdır. Onu görməmişəm Nazım müəllimi ki. Qoşqar dağları olub, olmayan müəllimlər da arkada gelib, görməmişəm. Mənim Rəşid Əlifin oğludur, özdə oxuyan xanəndədir, çox gözəl məşhur xanəndədir. Bir-iki ağız oxuyardım, qulaq salın. Sizi də salamlayıram. Xoş gəlmişsiniz, hamınız zəhmət çəkib gəlmişsiniz, hamınız ailənizdə, ətrafınızda xeyirli, xoş məclislər olsun, mən də orada iştirak edeyim. Əsədlərimə də təşəkkür edirəm, belə gözəl məclis təşkil edəyim. Borcumuz. Hamıya, Tarih müəllimə, Fərzal müəllimə, hanımların hamısına, Jalə xanıma təşəkkür edirəm. İlqar müəllimə çox təşəkkür edirəm. Onun için yerə çağırıblar, hamısına buraxıb bura gəldiyi üçün, qiymətli vaxtını sərf elədiyi üçün və bütün məni deyib gələnlərin qabağında baş əyirəm. Çox sağ olun, minnətdaram. Xatirə şəkili sərf edəcəyik. Bir dənə şeir oxuyacaq Bənövşə xanım, sonra biz xatirə şəkili sərf edəcəyik. Sonra da sağ olun. Bir dəqiqə dayanın. Şeirlərimin hamısı mənə əzizdir, amma mənim üçün ən əziz olanı odur ki, bu yaxında hamı gördü də, həmi üç məşhur, deyək belə keçmiş dildə desək, üç qəhrəman prezidentimiz Laçına gəldi. Orada aeroport açdılar, havalimanı açdılar. Mən bunu isə prezidentimiz Xankəndinə gedəndə yazmışam. Xankəndinin xanı gəldi, hünərlə yazdı dastanı, Xankəndinə xanı gəldi. Qovdu kəndindən düşməni, Xankəndinə xanı gəldi. Şax yeridi, şux da durdu, çox dəyərli ordu qurdu, baltanı kökündən vurdu, Xankəndinin xanı gəldi. Qəhrəmandır dörd bir yanı, xalqla birdir ruhu, canı, bu cəsuru sən də tanı, Xankəndinin xanı gəldi. Sönmüş ocağı yandırdı, anlamayanı qandırdı, bağlı qapılar sındırdı, Xankəndinin xanı gəldi. Gec gəlsə də güc elədi, nə etdisə düz elədi, yağı üstə od elədi, Xankəndinin xanı gəldi. Ulu öndər qüdrətlidir, nəsihətdən sərvətlidir, cəsarətli, qüvvətlidir, Xankəndinin xanı gəldi. Xudam qorusun bu xanı, yanındadır mehribanı, alqışlayır onu hamı, Xankəndinin xanı gəldi. Bənövşədir bu söyləyən, elləri bayram eyləyən, düşmən bağrını teyləyən, Xankəndinin xanı gəldi, bu xan elə kəndinə xoş gəldi, əbəd olsun.